Əziz izləyicilər, bugünkü mövzumuz muzlu işlərə qədər vahid bəyannamə olacaqdır. İndi gəlin keçək mövzumuza. Deməli, burada biz birinci rübün hesabatının yığılmasına baxacağıq. 2026-cı ilin birinci rübündən bilirsiniz ki, vergi məcəlləsində bir sıra dəyişikliklər olmuşdur və digər qanun icra aktlarında dəyişikliklər olub. Biz bunu nəzərə alaraq bu əmək haqqı cədvəllərində hesablamalar eləyəcəyik və onun hesablama eləmişik. Onların vahid bəyannamədə necə yığılması lazımdır sizə göstərəcəm. Yanvar, fevral, mart aylarının əmək haqqılarıdır və onlar üzrə hesablamalardır. Görürsünüz, bunun ümumiləşdirilməsi burada etmişəm. İşçilərin adıdır, fin kodudur və hər ayda olan iş günlərinin sayıdır, faktiki işlədiyi günlərin sayıdır, işləmədiyi günlərin sayıdır və əmək haqqısı fevral ayında da həmçinin o formada, mart ayında da həmçinin o formada. İndi biz bunu vahid bəyannamədə necə işləyəcəyik? Gəlin ona baxaq. Deməli, keçid edirik biz verginin saytına. Buradan daxil olacağıq. Sima imza ilə daxil ol. Sistemə daxil olduq. Deməli, burada artıq biz bəyannamələr hissəsindən yeni bəyannamə üzrə muzlu işlərə qədər vahid bəyannamə hissəsini seçib, burada hansı rübün hesabatını veririksə onu seçirik və mən hal-hazırda cari hesabat vermişəm deyə cari hesabat verə bilməyəcəyik. Dəqiqləşmiş hesabata girməliyik və buradan dəqiqləşmiş hesabatdan daxil olacağıq. Burada ilk öncə bizim ümumi məlumatlar hissəsi aktivləşir. Burada biz köhnə bəyannamədəki bir sıra məlumatları dəyişib, muzlu işlərə qədər vahid bəyannamə seçəcəyik, yəni muzlu işlərə qədər sığorta edənlər seçəcəyik MD hissəsində. Deməli, icbari tibbi sığorta və işçinin sığorta avtomatik öz əksini tapır. Burada aylar üzrə iş günlərinin sayını qeyd etməliyik. Bildiyimiz kimi yanvar ayında 19 iş günü, fevral ayında 20 iş günü və mart ayında isə 14 iş günü olmuşdur. Biz burada qeyri-dövlət sektorunu seçəcəyik. Hər bir aylar üzrə. Burada da vergi ödəyici qrupu vergi məcəlləsi içərisində fəaliyyət göstərən seçirik. Digərləri də olduğu kimi qalır. İşçilər üzrə məlumatlar hissəsində birinci hissəmiz işçilərin əmək haqqısı barəsində məlumatların daxil olmasıdır. Burada əslində hər, belə deyək ki, işçini ayrı-ayrı da daxil edə bilərik. Bu biraz vaxt aparan bir şeydir. Ona görə Excel nümunəsini yükləyib, Excel nümunəsi üzərindən biz işçilərin bura əlavə edilməsini təmin edəcəyik. Deməli, burada birinci işçilərimizin Excel nümunəsində işçilərimizin adını və fin kodunu daxil edirik. Bizim cədvəlimizdə bu mövcuddur. İşçilərin adı və fin kodu buradan kopyalayırıq. Gətirib əlavə edirik bura. Sonra aylar üzrə bu hissə bizdə işçi sayı 4 nəfər olduğuna görə bunları silə bilərik. Deməli, aylar üzrə hər bir ay ayrı-ayrı qeydiyyatını aparmalıyıq. Birinci ayda işçilərin əsas iş yeri yoxsa əlavə iş yeri olduğunu qeydiyyatını aparırıq. Bütün işçilər əsas iş yeridir. Deməli, faktiki iş günlərinin sayı və əmək haqqısını buradan götürə bilərik. Yəni, buradan qeydiyyatını aparmışıq faktiki iş günlərinin və əmək haqqının məbləğini. Deməli, faktiki iş günlərinin sayı budur, yanvar ayı üzrə və əmək haqqının məbləği budur. Kopyalayıb buradan gətirib bura əlavə edirik. Növbəti, burada bizim bəzi əlavə qeydlərimiz də olmalıdır. Bu nədir? Azad olmalar və güzəştlər hissəsi tutdur. Burada belə normal əmək haqqı olduğuna görə heç bir MDS, elə deyək ki, icbari tibbi işçinin sığorta üzrə azad olma mövcud deyil. Ancaq vergi üzrə azad olma ola bilər. Çünki əsas iş yerində hal-hazırda 2500-ə qədər əmək haqqılarda 200 manatlıq hissə azaddır. Onları qeydiyyatına aparırıq hər ay üçün. Hər bir hissəyə görə 200 manat azad olma tətbiq edirik. Əgər başqa azad olmalar da varsa, onların bura məbləğini qeyd edə bilərsiniz, amma əmək haqqından yüksək olmamaq şərtilə. Yəni, cəmi azad olma əmək haqqından yüksək olmamalı. Keçirik ikinci aya. İkinci ayda da yenə də həmin məqamdır və işçilərin əsas iş yeri olub-olmadığını qeydiyyatını aparırıq. Düzdür, burada niyə ayrı-ayrı qeydiyyatını aparırıq? Deyirsiniz ki, bəs eyni işçilərdir. Çünki ola bilər ki, növbəti ayda bu işçi əsas iş yerini dəyişə bilər. Onun üçün ayrı-ayrı qeydiyyatını aparmalıyıq. Faktiki iş günlərinin sayını da buradan yenə də götürürük. Fevral ayında faktiki iş günlərinin sayı və əmək haqqısı buradadır. Gəlib burada qeydiyyatını aparırıq. Yenə də azad olmalar eyni formada tətbiq olunmalıdır. Yəni, eyni məbləğ olduğuna görə dəyişməyəcək deyə yenə də əlavə eləməyimiz burada eyni məbləğ olacaq. Növbəti hissə 3-cü aylı olan hissədir. 3-cü ayda biraz fərqlilər mövcuddur. Əsas iş yeri məsələsi yerində qalır, amma burada bir sıra işçilərdə, bir işçidə işdən çıxma vəziyyəti yaranmışdır. Ona görə faktiki iş günlərinin sayı dəyişir. Deməli, faktiki iş günlərinin sayı, məsəl üçün, Əşir bəydə faktiki iş günlərinin sayı azalmışdır. Yəni, 14 gün işləməyib, 6 gün işləmişdir. Bunun əmək haqqısının qeydiyyatını aparırıq bura. Deməli, gəlirik faktiki iş günləri və sayı və əmək haqqının qeydiyyatını apardıq.
Burada başqa bir şey ehtiyac yoxdur hələ ki. Bir dənə də biz burada azad olmalar tətbiq etməliyik. Azad olma hissəsi məsələ nədən ibarətdir? Burada bir işçinin, indi başqa işçilər də ola bilər sizdə, işdən çıxdığına görə ona əmək məzuniyyəti kompensasiyası verilmişdir. Bu əmək məzuniyyəti kompensasiyası bildiyimiz kimi ayrıca vergi və digər tutulmalara cəlb edilməlidir. Ona görə yadda saxlamaq lazımdır ki, bunu ayrıca qeydiyyatına aparacağıq. Məsələ nədən ibarətdir? Burada azad olmalar hissəsində bunda işçinin aylıq əmək haqqısı azdır 200 manatdan. Ona görə biz burada azad olmanı tətbiq eləyəndə sadəcə əmək haqqının məbləğini yazacağıq. Plusda ki, əmək məzuniyyəti kompensasiyası da ayrıca hesablandığına görə ona da ayrıca bir 200 manatlıq azad olma tətbiq oluna bilər. Amma o da 200 manatdan aşağı olduğuna görə o da həmin məbləğ eynisi ilə götürülür. Bu ikisinin cəmini biz bura qeyd eləyəcəyik. Digər işçilərdə azad olmanı 200 manat qeyd edirik. Bir dənə o işçidə biz azad olmanı həm kompensasiya, həm də ki, əmək haqqının cəmi olaraq məbləği qeyd edirik. İkisi də 200 manatdan aşağı olduğuna görə burada yəni 200 manat yox, biz burada qeydiyyatını aparacağıq. İkisinin cəmi şəklində qeydiyyatını aparacağıq. Qeydiyyatını apardıq. Burada yetərlidir belə. Artıq biz burada yaddaşa vurduğumuz zaman bunu tətbiq eləyirik bu hesabatda. Hesabatda siz sənədi yüklə hissəsinə toxunursunuz və həmin sənədi bura yükləməz. Cədvəli bura yüklüyürük. Yüklədiyimiz zaman artıq görürsünüz ki, həmin işçilər, sizdə burada işçi sayı məndə 4 nəfərdir, bir də əlavə eləyə bilərdim. Sizdə işçi sayı çox olduğu zaman, artıq burada çoxlu işçi olduğu zaman bir əlavə etmək biraz yorur insanı. Ona görə cədvəl formasına daha rahat. Növbəti hissə əmək məzuniyyətinin kompensasiyasıdır. Burada da cədvəl formasında əlavə etmək olar. Mən bunu amma əllə əlavə eləyəcəm ki, siz əllə əlavə etməni də görəsiniz. Burada bu işçimizin məlumatlarının qeydiyyatını aparırıq deyə onun fin kodunu əlavə edirik və hansı ilin kompensasiyasını ödədiyimizi qeyd edirik, hansı ayda ödədiyimizi qeyd edirik və məbləği də burada qeydiyyatını aparırıq, həmin məbləği. Kompensasiya məbləği bu qədərdir. Qeydiyyatını aparırıq və azad olması, baxın, vergi üzrə azad olması burada eyni məbləği yazırıq, çünki 200 manatdan aşağıdır. Birdən 200 manatdan yuxarı olsaydı 200 manat qeyd edəcəkdik. Yadda saxla vururuq və bununla da işimiz bitir. İndi işləməyən günlərin sayın qeydiyyatını aparmalıyıq. Burada da həmin işçi işdən çıxdığına görə, yəni ayın ortasında bu işləməyib, deməli neçə gün işləməyib? 8 gün işləməyib. 8 gün işləmədiyinə görə onu da cədvəl formasına əlavə edə bilərik, amma biz bir nəfər olduğuna görə ehtiyac yoxdur. Burada da baxın, işdən azad olma hissəsi olmalıdır. Dövləsi bağlamamışdır. Əmək müqaviləsi xitam verilmişdir. Bunu seçirsiniz və 3-cü ayda olduğuna görə 8 gün bura qeyri-iş günü kimi qeyd edirsiniz və yadda saxla vurursunuz. Növbəti hissə fin kodu olmayan, yəni xarici vətəndaşlarla bağlı olan məlumat hissəsidir. Bu bizə ehtiyac yoxdur. Bizdəki işçilərin hamısı fin kodu var. Ona görə bunda ehtiyac yoxdur qeydiyyatını aparmağa. Keçirik əlavə 4 hissəsinə. Əlavə 4 hissəsində burada azad olmaların hansı maddəyə uyğun olduğunu qeydiyyatına aparmalıyıq. Biz bir dənə gəlir vergisi üzrə azad olma daxilləmişik deyə. Burada gəlirik, biz 102.1.6-cı maddə üzrə neçə işçiyə hansı aylarda nə qədər azad olma verilib, onun qeydiyyatına aparmalıyıq. Birinci ayda 4 işçi, ikinci ayda 4 işçi, üçüncü ayda isə 5 işçi yazacağım. İndi onun niyə görə olduğunu deyəcəm. 4 işçiyə hər işçiyə 200 manatdan 800 manat. İkinci ayda 4 işçiyə 800 manat yəni qeydiyyatına aparırıq. Üçüncü ay üçün isə biz burada gəlirik, baxın, azad olma hissəsində görərik ki, 3-cü ayda burada azad olmanın məbləği, cəmi azad olma məbləği çoxdur. Yəni 800 manatdan çoxdur. Niyə görə? Çünki bir işçimiz əmək məzuniyyəti kompensasiyası da alıb deyə onun ikisinin cəmi burada qeyd olunub deyə ona görə çox olur. Siz də burada bu 889 manatın qeydiyyatını aparmalısınız. Burada niyə 5 qeyd etdik? Çünki biz 4 qeyd eləyəndə 4 dəfə 200-ün 800 eləyir. Bunu qəbul etməyəcək sistem. Ona görə 5 hissi qeyd edirsiniz ki, burada, çünki orada bir də əlavə kompensasiya məsələsi var deyə bir aya görə. Ona görə 5 hissi qeyd etməniz daha doğru olardır. Deməli, bunu yadda saxla vururuq və bunları əlavə etdik. Hər bir maddə üzrə MDS və sizlik icbari tibbi sığorta hər bir üzrə nə varsa onları da qeydiyyatına apara bilərsiniz. Növbəti hissə əsas hissədir. Burada birinci işçilərin, yəni aşağıdakı rəqəmləri neçədirsə, neçə işçi varsa yuxarı eyni rəqəmi yazırsınız. Deməli, burada da artıq nədir? Bütün gəlirlərin məbləği göstərir ki, sizin üçün. Bir də ki, bölmə 3-lə
sizə vergi ilə bağlı nə hesablama edib onu göstərir. Bölmə 4-də MDS, işsizlikdən sığorta, izbar tipi sığorta üzrə nə hesablamalar gedib onları göstərir. Buradan yoxlaya bilərsiniz. Təsdiq et düyməsini vurursunuz və göndərirsiniz. Qalamağı da saxlaya bilərsiniz. İndi mən göndərməyəcəm, qalamı da saxlayacağam ki, yəni sonra ehtiyac olsa göndərərik. Əziz izləyicilər, bugünkü videomuz bu qədər. Kanalımıza abunə olmağı unutmayın. Sualınız olsa əlavə şərh bölməsində qeyd edə bilərsiniz. Sağ olun.